Bir ölkəyə turist kimi gedənlər ora haqqında məlumat almaq üçün daha çox bələdçilərə üstünlük verirlər. Bu həm xaricdə, həm də ölkəmizdə belədir. Bəs bələdçi olmaq hansı xüsusiyyətlər tələb edir? Hər insan bələdçi ola bilərmi? Bu sahədə qanunvericilikdə boşluqların olması hansı çətinliklər yaradır? Sualların cavabı sıradakı sujetimizdə. Hazırda kim bələdçilik etmək istəyirsə, bunu çox rahat surətdə həyata keçirə bilir. Ekspertlər bildirirlər ki, bununla bağlı vahid bir qanunvericiliyin olmaması bu sahədə boşluqlara yol açır. Hətta günlük 10-15 manata bələdçilik edənlərə rast gəlinir ki, bu insanlar da çox zaman turistlərə yetərli olmayan və ya bəzi hallarda yanlış məlumatlar çatdırırlar. Bir monitoring sistemi cəlb olunsun, xüsusilə turizm şirkətləri hansı bu hallara yol verir, onlar cərmələnsin və yaxud da ki, bələdçilər özləri fiziki şəxs olaraq onlar hər hansı bir cərmələr tətbiq olunsun, qeyri-qanuni çalışdığı halda. Əfsuslar olsun ki, hələ ki belə bir qanun olmadığı üçün kim istəyir, turizm bələdçisi kimi fəaliyyət göstərə bilir. 10 ildən çoxdur bələdçi kimi fəaliyyət göstərən Tural Musayevin sözlərinə görə yerli dırnaqarası bələdçilərlə yanaşı xaricdən gəlmə bələdçilər də var ki, ölkəmiz haqqında səhv məlumatlandırmaya səbəb olurlar. Müəyyən səbəblərə görə, misal üçün, ya kifayət qədər bələdçi yoxdur, həmən o dildə aparan və yaxud da ki, biraz tur paketin qiymətini aşağı salmaq məqsədi ilə öz ölkəsindən artıq həm tur rəhbəri eyni anda bələdçi kimi gətirir və onlar verdiyi ölkəmiz haqqında da məlumatlar müşahidə eləmişik ki, əfsuslar olsun, çox vaxtı səhv və hətta deyərdim ki, daha da negativ hallarda olur. Bəs problemdən çıxış yolu nə ola bilər? Turizm Bələdçiləri Asosiasiyasının sədr müavini deyir ki, bələdçi olmaq istəyənlər 6 aylıq kurslara dəvət olunurlar. Daha sonra isə Turizm Bürosu tərəfindən imtahanlara cəlb edilirlər. İmtahanda uğurlu nəticə göstərənlər rəsmi qaydada bələdçi kimi fəaliyyət göstərmək üçün sertifikat alırlar. Bələdçilərin sertifikatlaşması mövcuddur, amma bu könüllü prinsip daşıyır, icbari deyil. Bir neçə istiqamət üzrə bu bələdçiliyin artıq həm icbari sertifikatlaşdırılması, həm də bir neçə istiqamət üzrə müəyyən belə deyim, bariyerlərin gətirilməsinə ehtiyac vardır. Bu həmçinin sertifikatlaşdırmadan əlavə olaraq da ki, bir məqamda deyim, xarici vətəndaşların bələdçiliklə məşğul olması. Bəzi ümumiyyətlə turist qrupları var ki, əsasən məsələn Çinli turistlər bunlara aid. Qeyd edək ki, hazırda turlar 3-8 saat aralığında davam edir ki, qeyri-rəsmi bələdçilər buna görə 10-30 manat aralığında, rəsmi bələdçilər isə 100-400 manat arası zəhmət haqqı tələb edirlər. Ruzanna Kərimli, Vüsal Hüseynov, Aytən Fehruz, Xəzər xəbər.